Salam, hər vaxtınız xeyir olsun. Bu videomuzda düzbucaqlı kvadrat və romb onun xassələri bölünməsinin yeni test toplusuna izahını verəcəm. Gəlin keçək testimizin izahına. Bir nömrəli sualda deyir ki, kvadratın tərəfi ilə onun diaqonalı arasındakı bucağı tapın. Bu bir qaydadır, geniş şəkildə göstərim. Kvadratın, bir dənə kvadrat çəkək. Bunun diaqonalı ilə bu diaqonal olsun. Misallara tətbiq eləyəcək, diqqətlə bax. Diaqonalla tərəf arasındakı bu bucaq hər zaman 45 dərəcə olur. Ümumiyyətlə diaqonal deməli kvadratda bucağı yarıya bölür. Buradan birini də çəksən, bu da həmçinin. Neçə dərəcə olacaq? Burada yaratdığı bucaq 45 dərəcə olacaq. Müəllim, niyə bu yaradır? Bunu bilmək istəyənlər varsa, bilmək istəməyənlər yığdırsın qabağa. Yox, mən bilmək istəyirəm deyənlər varsa, səbəbi budur. Kvadratın 2 dənə tərəfi eyni olduğu üçün AA olur. 90 dərəcə olduğuna görə də bu bərabər yanlı bir üçbucaq olur. Tutalım ki, bu 45 dərəcəni bilmirəm. Bərabər yanlı üçbucaqda oturacağa bitişik bucaqlar eyni olduğundan bura alfa, burada alfa olacaq. Üçbucağın daxil bucaqların cəmi 180 olacağına görə 2 alfa üzərinə yarınsın 90 dərəcə bərabər 180-ə. Buradan 2 alfa bərabər 90 dərəcəyə. Alfamızın da dərəcə ölçüsü 45 dərəcə olur. Yəni səbəbi buradandır. 2 nömrəli suala baxaq. Kvadratın diaqonalları arasındakı bucağı tapın deyir. Yenə bir dənə kvadrat çəkək. Buradan bir dənə diaqonal çəkək. Bir dəqiqə. Buradan diaqonal çəkdik. Daha sonra buradan bir dənə də diaqonal çəkək. Bu diaqonalların arasındakı bucaq istəyir. Neçə dərəcə olacaq? Diaqonallar arasındakı bucaq 90 dərəcə. Müəllim, niyə? Bu 90 dərəcə olma rombda da var idi. Səbəbi ona görədir ki, kvadratın tərəfləri eyni olur. Aynen, düzdürmü? Çəkilən diaqonallar kəsişmə zamanı yarıya bölünür. Bunlar nə edir? Yarıya bölünür. Yarıya bölündüklərinə görə də təpədən çəkilən bu median həm də hündürlük, həm də tənbölən olur. Ona görə də 90 dərəcə yaranır. Bu birinci səbəb. İkinci səbəb nədir? Bayaq sən dedin, axı bura 45 dərəcə olur. Sən də dedin, mən də dedim. 45 dərəcə diaqonal bucağı yarıya bölər. O zaman burada yarıya bölündüyü üçün burada 45 dərəcə, avtomatik bura neçə dərəcə olur? 90 dərəcə. O zaman diaqonallar arasındakı bucağın 90 dərəcə olduğunu da bildin. Amma hər dəfə bunu yazmayasın. Da bunu əzbərə bil ki, kvadratın diaqonalları kəsişən zaman 90 dərəcə olur. Düzgün cavabımız B variantı. Birinci sualda isə o da B variantı. 3 nömrəli suala baxaq. Bizə belə bir şəkil verilibdir. Bizə deyir, bu fiqur kvadratdır. AB 2 dənə BM-yə bərabərdir. Mən BM-yə bir x desəm, BM-nin uzunluğu buradır, düzdürmü? Mən bura bir dənə x desəm, AM neçə x olacaq? 2x olacaq. AM haradır? Bu uzunluq. Bu uzunluq olacaq 2 dənə x. MAC bucağını bizdən soruşur. MAC bucağı haradır? Bax bura. MAC, yəni bura alfanı. Alfa bərabərdir, sual yazar. İndi sənə bir şey deyim. Bu düzbucaqlı üçbucaq olduğuna görə düzbucaqlı üçbucaqda belə bir qayda var idi. 30 dərəcə qarşısında duran katet hipotenusun yarısına bərabərdir. Bu bir düzbucaqlı üçbucaqdırsa əgər, demək ki, bura 30 dərəcə imiş ki, 30 dərəcə qarşısında duran bu 2x hipotenusun, yəni 2x'in yarısıdır. Buranın 30 dərəcə olduğunu tapdım. Diaqonal bucağı yarıya böldüyünə görə mən buranın da 45 dərəcə olduğunu bilirəm. Diaqonalın o tayı da 45 dərəcə olmalıdır. 30 dərəcəm olduğuna görə bura nə çatışmır? 15 dərəcə. Alfanı soruşurdu məndən. Düzgün cavab B variantı. 4 nömrəli sualda deyir ki, ABCD rombunda A bucağı alfaymış. Bir dənə romb çəkək özümüzdən. A bucağı olsun bura, bura B bucağı, bura C bucağı, burada D bucağı. Rombun A bucağının dərəcə ölçüsü alfadır. Rombda qarşı daxili bir tərəfli bucaqlar deyək də, bax buna. Bu bucaqların cəmi 180 dərəcə olduğuna görə bura nə çatışmır? 180 minus alfa. Rombun qarşı bucaqları bir-birinə bərabərdir. O zaman burada çatışmır 180 minus alfa. Qarşı bucaqlar eyni olduğu üçün burada çatışmır alfa. Deyir, rombun digər bucaqlarını, BCD bucaqlarını tapın. 180 çıx alfa, alfa, bir də 180 çıx alfa. Düzgün cavabımız olacaq C variantı. 5 nömrəli suala baxaq. Perimetri 20 cm olan rombun iti bucağı 60 dərəcəymiş. Bir dənə romb çəkək. Perimetri 20 cm olduğuna görə perimetrimizin düsturu 4 dənə A-dan ibarətdir. Çünki bütün 4 tərəf eynidir. Bu da 20 olduğuna görə tərəfimizin uzunluğu neçə olacaq? 5 cm olacaq. Demək ki, bura 5 cm-dir.
Bura 5 santim. Bura 5 santim. Burada 5 santimdir. İti bucağı 30 derecedir. O zaman bura mən 30 derece, daha doğrusu 60 dereceni qeyd edeyim. 60 derecedir. Rombun kiçik diagonalını soruşur. İndi kiçik diagonal hansıdır? Rombda 2 dənə diagonal var. Biri var bu diagonal. Bir də var bu diagonal. Yadda saxlayın. Bu bucağımızın dərəcə ölçüsü 60 olduğuna görə 180'e tamam olsun diye bura 120 derece olacaq. Böyük bucaq qarşısında böyük tərəf dayanır qaydasına əsasən mən buradan diagonal çəksəm 120'nin özü böyük olduğuna göre derece olarak 120'nin karşısında duran diagonal buradan bir diagonal çeksem 60'ın karşısında duran diagonaldan daha büyüktür. Kiçik diagonal soruşduğu için əslində məndən bu diagonalın uzunluğunu soruşur. Deməli, burada bərabər yanlı bir üçbucaq yarandığına görə demək ki, bu bucaqlar bir-birinə bərabərdir. 180'den 60 çıxaram. Buralara alfa alfa desəm 2 dənə alfam üzərinə gəlinsin 60 derece bərabərdir 180 dereceye göre 2 alfa bərabərdir 120 dereceye. Alfamızın da derece ölçüsü buradan 60 olacaq. Demək ki bu bucaqlarımız 60 dereceymiş. Sən demə bizim bu üç bucaq bərabər tərəfli üç bucaq imiş. Çünki bütün bucaqlar 60 derece oldu. Ona göre bütün tərəfləri də eynidir. Kiçik diagonalı soruşurdu. Kiçik diagonalın uzunluğu nə qədər oldu? 5 cm. Düzgün cavab E variantı. 6 nömrəli suala baxaq. Rombun 60 dərəcəli bucağın qarşısındakı diagonalı 17 santimetrdir. Bir dənə romb çəkirik yenə. 60 dərəcəli bucağın qarşısındakı diagonal. Bunun qarşısına bir dənə diagonal çəkək. Bu diagonalın uzunluğu 17 santimetr imiş. İndi rombun bütün tərəfləri eyni olduğuna görə burada bir bərabər yanlı üçbucaq aldıq. Bax, bərabər yanlı bir üçbucaq. O zaman bu bucaqlar da eyni olacağına görə bayaq da dedik ki, bunların neçə dərəcə düşəcək? 60 dərəcə və 60 dərəcə. Məcburən. Burada bərabər tərəfli bir üçbucaq yarandığına görə avtomatik olaraq buralarda 17 olacaq. Bizə rombun perimetrini tapmağı deyir. Perimetrin düsturu 4 dənə A'dır. Yəni 4 vurulsun 17'dən düzgün cavabımız 68 olacaq. Yəni E variantı. 7 nömrəli suala baxaq. Rombun perimetri 20 cm imiş. Perimetri bərabərdir 20 cm qeyd elədim. Hündürlüyü 2,5'dir. Romb çəkdik. Bax. Bu bizim rombumuz olsun. Hündürlüyün uzunluğu 2,5'dir. Bura bir 90 derece qeyd eləyək. Burada 2,5 yazaq. Rombun perimetri 20 isə 4 dənə A bərabər 20 yazsaq A'nın qiyməti nə qədər olacaq? 5 olacaq. Demək ki, rombun tərəfləri 5'dir. Bütün tərəfi hələ ki yazmıram. Amma yazı da bilərsən, olsun bura 5. İndi sən mənə de görüm. Burada bir dənə düzbucaqlı üçbucaq var. Yəqin ki, özündə görsən. Bu düzbucaqlı üçbucaqda bu bucaq neçə dərəcə olar səncə? Bax, bu bizim katetimizdir. Katetimiz hipotenusumuzun yarısıdır. Görsən 5'in yarısı 2,5. O zaman mənim bura 30 derece demeye hakkım var mı? 30 derece qarşısına duran katet hipotenusun yarısına bərabərdir. O zaman rombun iti bucağı neçə dərəcə olacaq? 30 derece olacaq. Düzgün cavabımız E variantı. 8 nömrəli suala baxaq. Rombun perimetri 28 cm imiş. O zaman 4A bərabərdir 28 yazsaq A'nın qiyməti nə qədər olacaq? 7. Rombun haqqında nə sorusur bilmirəm, amma tərəfini özüm artıq tapmışam. Tərəfin uzunluğu 7'dir. Rombun deyir ki, hündürlüyü 3,5 imiş. Buradan bir dənə hündürlüyü çəkəcəm. Bu hündürlüyün uzunluğu 3,5'dir. Görürəm yenə burada bir düzbucaqlı üçbucaq var və bu düzbucaqlı üçbucaqda mənim katetim hipotenusun yarısıdır. Avtomatik olaraq deyə bilərəm ki, bura 30 dərəcədir. Çünki 30 derece qarşısına duran katet hipotenusun yarısı olacaq. Rombun iti bucağın dərəcəsini soruşur. Düzgün cavabımız B variantı. 9 nömrəli suala baxaq. Rombun perimetri 40 cm-dir. Perimetr bərabərdir 40 cm yazdım. İti bucağı 30 dərəcədir. Yaxşı, alfamız da 30 dərəcə olsun. Rombun hündürlüyünü soruşur bizdən. İndi yenə bir dənə romb çəkirəm. Yenə həmən tipdə bir sualdır. Bunun perimetri 40 cm isə perimetr bərabərdir 4A'dan. O da bərabər 40 edirsə A'mızın qiyməti 10 imiş. Demək rombun tərəfinin uzunluğu 10'dur. Alfamız iti bucağımız 30 dərəcədir. Məndən hündürlüyü soruşursa buradan bir dənə hündürlüyü seçərəm. 30 dərəcə qarşısına duran katet hipotenusun yarısı olduğundan onun yarısı 5 olacaq. Hündürlüyümüz düzgün cavab A variantı.
10 nömrəli suala baxaq. 2 dənə kvadratın perimetrlərinin nisbəti 1-in 2-yəymiş deyir. Bunu 2 dənə yolla yazacağam, sənə göstərəcəm. Yadda saxla, istənilən 2 dənə kvadrat oxşardır. Oxşar olduqlarına görə perimetrlərin nisbəti tərəflərin nisbəti ilə eyni olacaq. Bunu könül rahatlığı ilə yaza bilərsən. İndi perimetrlərin nisbətini verib, bax, özü 1-in 2-yə. O zaman yazıram ki, perimetrlərin yerinə 1 bölünsün 2. Bərabərdir, tərəflərin nisbəti yazmalıyam da, düzdürmü? İndi tərəflərin nisbətinə A1, A2-ni necə qiymətləndirim? Mənə deyir, kiçik kvadratın tərəfi 5-dir. Tərəfimiz A-lardır. İndi hansının yerinə 5 qoyum? 5-i buram yazım, buram yazım. Mənə deyir ki, kiçik tərəf 5-dir. İndi sən də görsən ki, perimetrlərin nisbəti 1-in 2-yədir. Bu perimetr, kiçik tərəf kiçiyin perimetrinə uyğun olacaq da. Ona görə bunun 1-ə uyğun. 1 kiçikdirsə 2-dən, mənim də kiçik tərəfim 5-dirsə, o zaman A1-imin qiyməti 5 imiş. Çünki 5 burada olsun ki, 5-in qarşısında yanında ona uyğun kiçik bir perimetr olsun. Kiçiyə kiçik, böyüyə böyük. Mənə deyir, böyük kvadratın tərəfini tap, yəni burada A2 desəm. Buradan A2 niyə bərabərdir? 5 dəfə 2-nin 10. Ya bu üsulla yazarsan, bu birinci yazma forması. İkinci formada necə yaza bilərəm? Mən bilirəm ki, kvadratın perimetrinin düsturu 4A'dır. Kiçik kvadratın tərəfi 5-dirsə, əgər kiçiyin tərəfi 5-dirsə, perimetr nə qədər olacaq? 5 dəfə 4'üm 20. Bu perimetrdir. Deyir, perimetrlərin nisbəti 1-in 2-yəymiş. 2 kvadratın perimetr nisbəti 1-in 2-yə. Yəni, perimetr kiçiyin perimetr böyüyə nisbəti, mən tapdığım bu perimetr kiçikdir ha. Perimetr kiçiyin perimetr böyüyə nisbəti 1-in 2-yədir. Yəni, belə yazım istəyirsənsə, perimetr 1-in perimetr kiçiyin perimetr böyüyə nisbəti 1-in 2-yədir. Yəni, kiçik perimetrim olan 1K'dır. Böyük perimetrim olan 2K'dır. Kiçik perimetri olan onsuz da tapmışam 20'dir. Yəni, K'm 20 olduğu üçün K'nın yerinə 20 yazanda böyük perimetrim nə qədər eləyəcək? 40 eləyəcək. Demək, böyüyün perimetri 40'dır. Kvadratın da perimetrin düsturu istəyir böyük olsun, istəyir kiçik olsun 4A'dır. Əgər perimetri 40'sa, demək bunun tərəfi nə qədər olacaq? 10 cm olacaq. Yəni, hara fırlasın da cavab eyni şəkildə çıxır. Düzgün cavab D variantı oldu. Gəlin baxaq. Məsələn, 11 nömrəli suala. Deyir ki, kvadratın perimetrlər nisbəti 1-in 3-ədir. O zaman yazaq P1-in P2-yə nisbəti ən təmizi. A1-in A2-yə nisbətinə bərabərdir. Perimetrlər nisbəti 1-in 3-ədir. 1 bölə 3 bərabərdir A1-in A2-yə. İndi kiçik tərəfəyə hansını qeyd edəcəm? Böyük tərəfi verib 9. Böyük tərəf 3'dürmü yoxsa 1'dirmi? Əlbəttə ki 3'dür. O zaman 3'ün yanına 9 yazacağım. Kiçik tərəfi bilmirəm. Buradan 3 dənə A1 bərabər 9'a çapraz vurdum bunlar bir-birinə. Buradan A1'in qiyməti 9'u 3'ə böləndə nə edəcək? 3 eləyəcək. Düzgün cavabımız E variantı. 12 nömrəli suala baxaq. Perimetr 34, tərəflərindən biri 5 olan düzbucaqlının diaqonalını bizdən soruşur. Düzbucaqlının perimetri necə hesablanır? İlk öncə onu deyim. Düzbucaqlının qarşı tərəfləri bir-birinə bərabərdir. Perimetrin düsturu da 2 dənə A, 2 dənə B olduğu üçün 2 vurulsun A toplam B'dir. Bunun perimetrin qiyməti 34'dürsə, A ilə B'nin toplam cəmi 17 edəcək. Deyir, bunun tərəflərindən biri 5 imiş. Tərəflərindən biri 5'dirsə, o zaman A'nın yerinə məsələn tutaq ki, mən 5 yazıram. 5 ilə nəyi toplayanda 17 edəcək? B'mizin qiyməti 12 çıxar. A'mızın yerinə 5, B'mizin yerinə 17 yazıram. Bizdən bunun diaqonalını soruşur. Diaqonalın uzunluğu düzbucaqlı üçbucaqdan Pifagor teoreminə görə hesablanır. Bax, buradan Pifagor teoreminə görə hesablayıram. Mən niyə bura 17 yazdım? 12'dir. Pifagor teoreminə görə mən bura bir diaqonal desəm, diaqonalın kvadratı bərabərdir 5'in kvadratı toplam 12'nin kvadratı. Yəni 25 üzərinə gələnsin 144 bərabərdir 169'a. Nəyin kvadratı 169'dur? 13'ün. Diaqonalımızın uzunluğu 13 olacaq. C variantı. 13 nömrəli suala baxaq. Perimetr 28 cm, tərəflərindən biri 8 cm olan düzbucaqlının diaqonalını soruşur. Perimetrin düsturu 2 vurulsun A üzərinə gəlinsin B'dir. Bu bərabər 28 olarsa, demək ki A ilə B'nin toplam cəmi nə qədər eləyəcək? 14.
Tərəflərindən biri veribdir, verib. Tərəflərindən biri 8 imiş. Məsələn, A-mızın qiyməti 8 olarsa, 8 ilə B-ni toplayanda 14, B-nin qiyməti buradan edəcək 6. B-nin qiymətini 6 tapdıq. Bir dənə düz bucağı çəkirəm, diaqonalı tapılmağını göstərək. Tərəfimiz 6, tərəfimiz 8, diaqonalı soruşur. Bunu Pifagor teoreminə görə mən bura bir x desəm, bir dəqiqə, x desəm, x-in kvadratı bərabərdir 6-nın kvadratı ilə 8-in kvadratının cəmi, yəni 36 toplam 64, bu da edəcək 100. Nəyin kvadratı 100-dür? 10-un, x-in qiyməti 10-dur. Düzgün cavabımız B variantı. 14 nömrəli suala gəlin bir yerdə baxaq. Bizə belə bir şəkil verilibdir. AYM-in uzunluğunun 5 olduğunu verir. Bucaq birim, bucaq ikiyə nisbəti 4-ün 1-ədir. Uşaqlar, bucaq birim, bucaq ikiyə nisbəti 4-ün 1-ədirsə, mən bucaq 1-ə 4x, bucaq 2-yə də 1x deyə bilərəm. Bucaq 1-ə 4x deyək, bucaq 2-yə isə 1x deyəcək. Düzdür? İndi bax, həndəsənin əsas anlayışlarından bizim bildiyimiz belə bir şeylər var ki, 2 dənə paralel düz xəttdə olarsa, 3-cü düz xətlə kəsişərsə, bu bucaqlar bir-birinə çapraz olduğu üçün bərabər olardı. İndi bax, bunlar bir-birinə paraleldir. O zaman bura 4x-dirsə, gör mən də bura 4x deməyə haqqım var. Çünki buradan bir xətt çəkilibdir. Bunlar bir-birinə paraleldir. Paralellik olduğuna görə də mənim haqqım çatır ki, bunlar çapraz olduğuna görə mən bura 4x-də, burada 4x deyəm. 4x olduğuna görə avtomatik olaraq burada əslində 4x olmalıdır. İndi x-ini vermişiksə bura nə qədər qalacaq? 3x qalacaq. Dedik ki, kvadratın diaqonalı bucağı yarıya bölür. Bu diaqonal bucağı yarıya böldüyü üçün əslində bizim bu diaqonalımızın böldüyü hissə 45 dərəcə olmalıdır. Yəni 3x 45 dərəcə olarsa, x-in qiyməti 15 dərəcə olacaq. X-in qiymətini 15 tapdım, yazıram yerinə 15 dərəcə. X-in yerinə 15 yazandan sonra 4 dəfə 15-im neçə edəcək? 60 dərəcə. İndi bax, bura neçə dərəcə qalacaq? Avtomatik 30 dərəcə. Bu bizdən nə istəyir? Bizə deyir ki, AYM-in uzunluğu 5-dir. İndi buna bax. AYM buradan bura deyil. Bu uzunluq 5-dirsə, bax, bu uzunluq 5-dirsə, dedik 30 dərəcə qarşısına duran katet hipotenusun yarısı olduğundan, o zaman bura nə qədər olacaq? 2,5 olacaq. Çünki 30 dərəcə qarşısına duran katet hipotenusun yarısına bərabər. Düzgün cavab D variantı. 15 nömrəli suala bax. Kvadratın diaqonalı 7 cm-dir deyir. Bir dənə kvadrat çəkək. Bunun diaqonalı, bir dəqiqə. Bunu necə döndürə bilərik? Bu formada. Aha. Bu bizim kvadratımızdır. Bunun diaqonalı 7 cm imiş. Mənə deyir ki, kvadratın tərəflərinin orta nöqtələrini bax. Kvadratın tərəflərinin orta nöqtələrini ardıcı birləşdirən parçaların yaratdığı dörtbucağının perimetrini soruşur. İndi sən buna bir dənə fikir ver. Bax, bunu da biraz böyüdüm. Tam da yaxşı, kalınlıq biraz böyüsün. Aha. Bu üç bucağa bir dənə fikir ver. Bu üç bucaqda bu qırmızı xətlə çəkdiyim hissə orta xət sayılar ya sayılmaz. Mən tərəflərin orta nöqtələrini götürmüşəmsə, buranı birləşdirmişəmsə, bu artıq orta xətdir. 7 olduğu üçün qarşısı nə olacaq? 3,5. Avtomatik olaraq bu tərəfə də o gözlə baxanda burada olacaq 3,5. Düzdürmü? İndi kvadratın diaqonalları eyni olduğu üçün buradan burada bir dənə diaqonal çəksəz, bunun da uzunluğu 7-dir. O zaman bu da orta xəttdə olduğuna görə, bax bura. Burada orta xəttdir, bax. Burada orta xəttdir. Orta xəttdə olduğuna görə o da neçə olacaq? Burada olacaq 3,5. Avtomatik qarşısı da 3,5. Məndən perimetr istəyirdi. Perimetrim 4 dənə 3,5-in cəmidir. Yəni 4 dənə 3,5-dir. Bu da eləyəcək neçə? 14. Düzgün cavabımız A variantı. 16 nömrəli suala baxaq. Kvadratın tərəfi 5 cm-dir. Bir dənə kvadrat çəkdik. Bunun tərəfi, olsun, bunun tərəfinin uzunluğu 5 cm-dir. Onun tərəflərinin orta nöqtələrini ardıcıl birləşdirilməsindən alınan dörtbucağının perimetrini istəyir. İndi bax, nə deyir sualda? Onun tərəflərinin orta nöqtələrini. Gəl bunun tərəflərinin orta nöqtələrini götürək. Buraları.
Bunlardan əmələ gələn kvadratın deyək, yoxsa dördbucağını. Deyir ki, birləşməsindən alınan dördbucağının perimetrini bizdən istəyir. Buradan bura, sonra buradan bura, bir də buradan bura. Bu dördbucağının perimetrini istəyir. İndi sən bir dənə buna fikir verirsən Allah. Bura 5-sə ortadan yarıya böldüyün üçün nə qədər olacaq? 2,5. Bura nə qədər olacaq? 2,5. Düzbucaqlı üçbucaq dərsindən yəqin ki xəbəriniz var inşallah. Düzbucaqlı üçbucaqda 2,5, 2,5 varsa, hər hansı bir ədəd varsa, belə bir qayda var idi. Bura A-dırsa, bura A-dırsa, bura A kök altında 2 olmalıdır. O zaman burada 2,5 kök altında 2 olmalıdır. Eyni hərəkətləri burada eləyə bilərəm. 2,5, 2,5, 2,5 kök altında 2 buradır. 2,5 kök altında 2 buradır. 2,5 kök altında 2 buradır. 4 dənə 2,5 kök altında 2'mizin qiyməti eləyəcək. 10 kök altında 2. Düzgün cavab C variantı. 17 nömrəli suala bax. Perimetri 18 olan paraleloqramın bir dənə paraleloqram var. Perimetri nə qədərmiş? 18. Deyir ki, onun xarici oblastında olmaqla onun hər tərəf üzərində bir romb qurulmuşdur. Bu nə deməkdir? Onun xarici oblastında onun bütün tərəf üzərində bir romb qurulubdur. Bu şəkli biraz kiçildək. Bunun tərəf üzərində romb qurulub. Burada bir dənə romb çəkirəm. Burada bir dənə romb qurulubdur. Dəqiqə. Belə, vəssalam. Bir dənə rombum buradadır. Sonra bunu kopyalayaq. Bir də bunu yapışdıraq. Bunu necə yapışdıra bilərik? Yapışdırmaq olmadı, eyb yox. Bax, paraleloqram götürdüm. Paraleloqramın tərəfləri üzərində romblar qururam. Burada bir dənə romb. Burada bir dənə romb çəkirəm. Buradan bir dənə də romb çəkirəm. Amma çəkdiyim bu romblar belə olsun. Bir dəqiqə. Formada. Yəni, bunu belə uzadaq, bu da belə. Bu formada bir dənə romb çəkdim. Buradan da bir dənə romb çəkirəm. İnşallah sən tələsmirsən, mən tələsmirəmsə. Buradan bir dənə romb belə çəkdim. Aşağıdan da bir dənə romb belə çəkək də. Bu da buradan olsun. Bu da bizim rombumuz. Neyse, bu şəkildə romblar çəkdim. İndi bax, mənim paraleloqramım, bu sual düşən sualdır. Mənim paraleloqramım tərəfləri olsun A ilə B. Paraleloqramın perimetrin düsturu nədir? 2 vurulsun A toplam B. Bu bərabərdir 18'ə. O zaman A ilə B-nin toplam cəmi nə qədər olacaq? 18'i 2'ye böləndə 9. İndi yanlarda düzəltdiklərim romblardır. Rombun bütün tərəfləri eyni olacaq. A-dırsa A-dırsa A. B-dirsə qarşısı B-dirsə paraleloqramın ya qurduğum bu romb olduğuna görə B'dir, B'dir, B'dir. Paraleloqramın qarşıları eyni olduğuna görə A-dırsa A-dırsa A'dır, A'dır. Yuxarıda isə B-dirsə B'dir, B'dir, B'dir. Deyir, bu rombların perimetrlərin cəmini tap. Romblar görə perimetri nə qədərdir? Burada 4 dənə A'mız var. Burada da 4 dənə A'mız. Burada 4 dənə B. Burada 4 dənə B. Perimetr demək 4 dənə hamısının cəmi demək deyilmi? Rombların cəmini istəyir. Yəni 4A, 4A, 8A. Toplam 8B. 8'in mötərizə kənarından çıxardanda A toplam B. A ilə B'nin toplam cəmini 9 almışıq. Yazsaq yerinə 9. 9 dəfə 8'im 72 olacaq. Düzgün cavab B variantı. Gəlin baxaq 18 nömrəli suala. İndi bilmirəm 18 suala 2 dəfə mi dedim videoda, ta üzrlə hesab eləyin. Bizə belə bir dənə romb veribdir. Bir dənə romb şəkli çəkdik. Ya da paraleloqramda hər nədir. Bax. Bura B'dir. Bunları mən adlandırım, sonra sən baxarsan. Çəkdim. Bax, adlandırdım, hər şeydə qeyd elədim. Mənə deyir ki, MN A-ya perpendikulyardır. Option, bax, yadda saxla. Bunlar hündürlüklərdir. Rombun hündürlüklərdir. Rombun hündürlükləri bir-birinə bərabər olmalıdır. Mənə deyir ki, MP 4'üymüş. Bu uzunluğu 4 veribdir. Yuxarıdan aşağı olan bu hissəni 4 veribdir. EP 2'dir deyir. EP haradır? Buradan. Buradan bura uzunluq 2'dir deyir. PF 9'dur. O haradır? Buradan bura. Bu uzunluq nə qədərdir? 9'dur deyir. Bizdən P'nini soruşur. Bizdən buradan bura uzan uzunluğu soruşur. Bura X. Dedim axı bunların uzunluqları eynidir. Yəni 2 ilə 9'un cəmi nə qədər eləyər? 11. Demək ki, bunların da cəmi 11 eləməlidir. Yəni neçə çatışmır?
7 çatışmır 2 toplayanda 11 eləsin. Düzgün cavabımız D variantı. 19 nömrəli suala baxaq. ABCD rombunun B kürbucaq təpəsindən keçən düz xətt. Bir dənə romb çəkək. Burada bizim fiqurlarımız olmalı idi. Yox, bu deyil. Hazır rombu götürək. Məsələn, belə. Bir dənə romb çəkdik. Bunun adı nədir? ABC'dir. Bir dəqiqə. A, B, C, D. Deyir ABCD rombunun B kürbucaq təpəsindən. Bu kürbucaq təpəsindən keçən düz xətt, buradan keçən düz xətt AD tərəfini M nöqtəsində kəsir. Bu AD tərəfini M nöqtəsində kəsirmiş. ABM haradır? Bu bucaq nəzərdə tutur. Deyir bunun MBC-yə nisbəti. MBC nisbəti 1-in 3-əymiş. O zaman mən B deyə bilərəmmi? ABM-ə bir alfa deyək. ABM-ə. MBC isə 3 alfa deyək. MBC. Buraya isə nə deyək? 3 dənə alfa deyək. Sonra nə deyir? 2 dənə AB 5 dənə AM-ə bərabərdir. 2 dənə AB. Buradan AB 5K, AM isə 2K olar. AM-in qiyməti 2K, AB-nin qiyməti 5K olar. Bunu qeyd elədim. Bu fiqur rombu olduğuna görə rombun bütün tərəfləri bir-birinə bərabərdir. Yəni buradan bura 5K-dırsa, əslində buradan burada 5K olmalıdır. 2K-nı vermisənsə bura, o zaman bura nə qədər qalar? 3K. Perimetr ABD-ni 35 veribdir. ABD üçbucağının perimetri 35'dir. ABD hansıdır? ABD. Buradan bunu birləşdirsəm, bu üçbucağın perimetr ABD 35'dir. Biz dedik ki, rombun dedik bilmirəm. Rombun diagonalı bucağı yarıya bölür uşaqlar. Ümumiyyətcə buradan bura alfa vermişdi. Buradan bura 3 alfa. Toplam neçə alfadır? 4 alfa. 4 alfa olduğu için yarıya bölünəcək. Bura 2 alfa olunacaq. Burada 2 alfa olunmalıdır. Ona görə də alfa yazılıbsa burada məcburən nə qalır? Bir dənə alfa qalır. Çünki bura alfa varsa burada alfa qalır. Düzdür? İndi sən mənə diqqətlə qulaq as. Bu üç bucaqda tənbölən artıq oldu bu xətt. Çünki bucağı bax, fikir versəz yarıya bölübdür. Alfa kimi böldüyünə görə bura tənböləndir. Tənbölən varsa nisbət var. Nisbət nə deyirəm? Yəni mən bura bir x desəm, bura bir x desəm, 5K-nın 2K-ya nisbəti tənbölən olduğuna görə 5K-nın 2K-ya nisbəti bərabərdir x-in 3K-ya nisbətinə. Buradan K-lar gedəcək. Çapraz şəkildə vuranda 2x bərabərdir 15K-ya. X də buradan nəyə bərabərdir? 7,5K-ya. X'in qiymətini 7,5K tapdım. Buraya yazıram 7,5K. Bunu yazdım. İndi perimetr 35 verməyibdi. Bu üç bucağın perimetrini 35 verib. 3 dənə tərəfin gəl toplayaq. 5K üstə gələk. 7,5K üstə gələk. Bu tərəfdə 5K bərabərdir 35'ə. Bu deyilədinsə 17,5K bərabərdir 35'ə. Biz buradan K'nı 2 taparıq. K'nı 2 tapandan sonra aparıb burada yerinə yazandan sonra 2 dəfə 7,5'im 15 eləyəcək. Məndən nəyə soruşur? B'dı diagonalını soruşur. 15 olacaq. Düzgün cavabımız A variantı. 20 nömrəli suala gəl baxaq. Düzbucağın diagonalları arasındakı bucaqlardan biri 120 dərəcədir. Düzbucaqlı gəlin çəkək. Bu bizim düzbucaqlımız. Kvadrat oldu daha çox. Düzbucaqlı çəkdik. Bunun diagonallarını çəkək. Buradan da diagonal çəkək. Diğer diagonalları arasındaki bucaqlardan biri 120 dərəcədir. 120 dərəcə olduğu üçün bu darasıya 120 dərəcə yox. Diagonalların arası bura 120 deyək də daha uyğun olsun. O zaman içəri neçə dərəcə qalacaq? 60 dərəcə. Düzbucaqlının diagonalları bir-birinə bərabər olur. Bunu unutmayın. Burada bərabər yanlı bir üçbucaq yarandığına görə o zaman oturacaqdakı bucaqlar da bir-birinə bərabərdir. 180-dən 60'ı çıxacaq. Görək digərlərinə nə qədər düşür. Edir 120. Bu 120'ni də 2 yerə bölüb bunları tapa bilərik. Düzdürmü? Yəni 2 dənə yerə bölərəm. Bu deyilə də 60. Eləsində bunların da dərəcə ölçüləri 60 və 60'dır. Demək ki, burada bərabər tərəfli üçbucaq alındı. Hətta bu tərəfdə bərabərdir. Mənə deyir, diagonalı
36 imiş. Diagonal 36 olduğu için toplam diagonalın uzunluğu 36 olduğundan yarıya bölünəndə 18 edir. Bura 18 ise bura 18, burada 18 olacak avtomatik olarak. Məndən deyir kiçik tərəfi tap, kiçik tərəfimizin uzunluğu 18'dir. Düzgün cevabımız 18 olacak 20 nömrəli sual. 21 nömrəli suala baxaq. Düzbucaqlının diagonalları arasındakı bucaqlardan biri 120 dərəcədir. Yəni həmən tipdə bir sualdır. Diagonalı çəkirəm. Buradan da bir diagonal çəkirəm. Diagonallar arasındakı bucaq 120 dərəcə. Bura 120 dərəcə olsun. O zaman içərilisi dərəcə qalacaq 60 dərəcə. Diagonal 24 ise yarıya bölünüb 12 12 olacaq. Hətta bu diagonallar eyni olduğu için burada 12 yazıram. Bu beraber yanlı üçbucaq olduğu için oturacağındaki bucaqlar da eyni olacağına bayaqki sualdan gördük ki 60-60 dərəcə olur. Əslində bu beraber tərəfli bir üçbucaqdır. Yəni 12 ise avtomatik burada 12 olacaq. Məndən kiçik tərəf soruşur. Düzgün cevabımız 12. 22 nömrəli suala baxaq. Rombun kör bucaq təpəsindən çəkilmiş hündürlüyü. Bir dənə romb çəkdim. Onun kör bucaq təpəsindən çəkilən hündürlüyü deyir ki, tərəfi ilə 30 dərəcəli bucaq əmələ gətirir. Yəni bu tərəfi ilə 30 dərəcəli bucaq əmələ gətirir. Rombun kiçik diagonalı 5 imiş. Buradan bir dənə diagonal çəksəm rombun diagonalı uzunluğu nə qədər imiş? 5 imiş. Onun perimetrini soruşur. Rombun perimetri. Perimetri necə hesablanır? Bura 30-90 dərəcədirsə, 30 dərəcədirsə avtomatik bura neçə dərəcə qalacaq? 60 dərəcə. Rombun bir bucaq 60 dərəcə olduğu üçün, bax sana qıraqdakı göstərim. Buradan bir diagonal çəkim. Dümdüz çəkək də, düzdürmü? Rombun bu bucağı 60 dərəcə olduğundan, rombun yan tərəfləri də, daha doğrusu bütün tərəfləri də eyni olduğundan, burada bir bərabər yanlı üçbucaq yaranır. Avtomatik olarak buralar da 60 dərəcə və 60 dərəcə şəklində olur. Qısacası burada bir bərabər tərəfli üçbucaq olur. İndi bura 60 dərəcə olduğuna görə, əslində mənim indi işarələdiyim yer rombun bir tərəfidir. Bərabərdir işarələdiyim yerə rombun bir tərəfinə. Demək ki, bu bərabər tərəfli üçbucaqdır. Niyə? Çünki bu bucaqlarda 60 dərəcə və 60 dərəcə olmalıdır. 30 dərəcəm varsa 30 dərəcə də bura. Bu üçbucaq bərabər tərəfli bir üçbucaq olduğundan bütün tərəflərimiz 5-5 şəklində olacaq. Deyir perimetri tap. Perimetrin düsturu 4 dənə A-dan ibarətdir. 4 dənə tərəfdən 4 dəfə 5'im. Cavabım 20 eləyəcək 22 nömrəli sualda. 23 nömrəli suala baxaq. Kör bucağı iti bucağından 5 dəfə böyük, hündürlüyü 6 olan rombun perimetrini tapın deyir. Bir dənə romb çəkək. Kör bucağı iti bucağından 5 dəfə böyükmüş. O zaman mən bura 5x yazaram. İti bucağına isə bir dənə x yazaram. Toplam 180 dərəcə eləməlidir. 6x bərabərdir 180 dərəcə olarsa, x'in dərəcə ölçüsü 30 dərəcə olacaq. Demək ki, bura 30 dərəcə, bura isə 150 dərəcədir. Deyir ki, onun hündürlüyü 6 olan rombun perimetrini tap. Hündürlük 6'dırsa eğer, bura 6 olarsa 30 dərəcə qarşısında duran katet hipotenusun yarısı olduğundan bura 12 olacaq. Perimetrin qiyməti 4 dənə A-dan ibarətdir. 4 vurulsun 12, yəni 48. 22 nömrəli sualın düzgün cavabı 48 olacaq. Gəl burada qeyd edeyim. Gəlin baxaq 24'ə. Bizə belə bir fiqur verilibdir. Romb fiquru verilibdir bu formada və bucağının 120 dərəcə olduğunu deyir. Bura 120 dərəcəni qeyd elədik. AM-in KC-yə bərabər olduğunu deyir. AM bərabərdir KC-yə, o da bərabər 2/1 MB-yə. Mən buradan 2'ni çarpaz vursam və yaxud da hər tərəfi 2'yə vursam, bunlar 2'lər buradan gedəcək. İndi bax ki, öyle baş verdi. Bir dəqiqə, aha. Mən AM-i x desəm, əgər AM x olsa, MB 2 dənə x olacaq. Çünki MB 2 dənə AM-ə bərabər olduğu üçün MB olacaq 2x. Düzdürmü? Buradan 2'lər də ixtisar getdiyi üçün AM ilə də KC eynidir. Yəni KC də olacaq x. Gəl bunları qeyd edək. AM-ə x deyək. KC ilə eyni olduğu üçün bu da x olacaq. MB də 2x'dir. Burada oldu 2x. Rombun bütün tərəfləri eyni olduğundan bu tərəf 3x olduğuna görə o zaman bu tərəfdə nə qədər olacaq? 3x olacaq.
Bizə MK-nın uzunluğunu 2 kök 13 veribdir. Bunu da qeyd edirəm. Mənə deyir ki, rombun perimetrini tap. Perimetr necə tapılır? 4A-ya bərabərdir. Yəni tərəfi bilsəm, 4-ə vursam tapacam cavabı. Bax, nə edirəm? Bu tipləri nə edəcəksən? Əziz abituriyent, diqqətlə qulaq as. Mən buradan paralel xətt çəkirəm. Bura x olduğuna görə avtomatik olaraq burada nə olacaq? X olacaq. Paralel çəkdiyimə görə bura 3x olduğundan burada nə olacaq? 3x olacaq. İndi bax, buradan bura nə qədərdir? 2x. Buradan bura 2x olduğuna görə x'imiz varsa əlimizdə burada nə qədər qalacaq? Bir dənə x'imiz qalır ki, 2x eləsin. Bura 120 dərəcə olduğuna görə paralelogram yarandığına görə paralellikdən qarşı bucaqda 120 dərəcə olacaq. İndi gördüyüm bu üst bucaqda kosinüslər teoremini tətbiq edirəm. Bax, gördüyüm bu üst bucaqda kosinüslər teoremini tətbiq edəcəm. Necə? Üst bucağı qıraqda çəkirəm, daha rahat görəsən. 2 kök 13 buradır. 120 dərəcə buradır. X buradır. 3x də buradır. Kosinüslər teoreminə görə A kvadratı bərabərdir. B kvadratı üstə gəlinsin C kvadratı çıxılsın 2BC kosinüs alfa düsturunu tətbiq edəcək. 2 kök 13'ün kvadratı bərabərdir. Yan tərəfin kvadratı toplam digər yan tərəfin kvadratı çıxılsın 2 vurulsun yan tərəf, digər yan tərəf, bir də aradakı bucaqların kosinüsü. Yəni kosinüs 120 dərəcə. 2 kök 13'ün kvadratı neçə eləyəcək? 2'nin kvadratı 4, kök 13'ün kvadratı 13, bu da eləyəcək 52. X kvadratın üstünə 9x kvadratı gələndə 10x kvadratı çıxılsın. Kosinüs 120'də yadda saxlayın, mənfi 2'də 1 alır. 2'lər buradan gedər, mənfi edəcək, üstə gəlim olacaq. Üstə gəlinsin 3x'in kvadratı. 52 bərabərdir 13x'in kvadratı. X'in kvadratı 4 eləyər, 52-dən 13 gedər. Nəyin kvadratı 4'dür? 2'nin. X'in qiymətini 2 tapdıq. Aparıb x'in yerinə 2 yazanda tərəfimiz elədi 6. Perimetrimizdə olacaq 6 dəfə 4'üm 24. Düzgün cavabımız 24 olacaq. 25 nömrəli suala baxaq. Bizə deyir DC 16'ya bərabərdir. Bura yazıram 16. EP 3 dənə YK-ya bərabərdir. Mən YK-ya 1x desəm, EP neçə x olacaq? EP 3x olacaq. O zaman bu uzunluq 3x'dir. Biz dedik ki, kvadratın diagonalı bucağı yarıya böldüyündən bura 45 dərəcə olacaq. Burada avtomatik neçə dərəcə olacaq? Burada 45 dərəcə olacaq. Çünki bura düz bucaqlı bir üç bucaq var burada. Özü şərtdə deyir ki, EP AB-yə perpendikulyardır. Bax, bu şərtlərə görə bura 90 dərəcələr falan qeyd edirəm. 45 dərəcə olduğuna görə burada 45 dərəcədir. O zaman bu bərabər yanlı üç bucaq olduğundan bura 3x-dirsə avtomatik olaraq burada 3x-dir. İndi buranın 3x olduğunu bildin. İndi bax, bura x olduğuna görə bunun 6'da nə olacaq? Burada x olacaq. Kvadratın bütün tərəfi eyni olduğuna görə bura 4x-dirsə əgər kvadratın qarşı tərəfi 16 olduğuna görə 4x 16'ya bərabərdir. X'in qiyməti buradan 4 olacaq. X'i 4 tapdıq. Bizdən YK-nı soruşurdu. Elə düzgün cavabımız 4'dür. 26 nömrəli suala gəlin bir yerdə baxaq. Yenə bayaq iki tipdə bir dənə sualdır. BC-nin uzunluğunu 12 verib. Bura 12 qeyd elədim. M-nə 1x desəm, MY 3x olacaq. MY buradır. Bura 3x olacaq. İndi bu düz bucaqlı üç bucaq olduğuna görə, bura kvadrat olduğuna görə diagonal bucağı yarıya böldüyündən 45 dərəcə və 45 dərəcə olacaq. Burada bərabər yanlı bir üç bucaq yarandığına görə bu tərəf 3x olduğundan bu tərəf də 3x-dir. İkisi də buradan aşağı düşəcək. Burada x olacaq. Qarşı tərəflər eyni olduğundan 4x bərabərdir 12 olduğundan x'in qiyməti 3 edər. X'i 3 tapdıq. Bizdən m-ni soruşurdu. Düzgün cavabımız 3 olacaq. Gəlin baxaq 27 nömrəli suala. Bizə düz bucaqlı sualı verilibdir. Bizə deyir ki, OY 4'üymüş. Bu uzunluq 4'ə bərabərdir. Buranın dərəcə ölçüsündə 60 veribdir. AC-ni soruşur. Yəni bizdən diagonal soruşur da bir növ. Yadda saxla, düz bucaqlının diagonalları bir-birinə bərabər olur. Kəsişdikləri zaman bu diagonallar yarıya bölünür və yarıya bölünsələr də eyni olurlar.
Yəni qısacası bu diaqonalla bu diaqonal eyni olar. Kəsişdikləri zaman da yarıya bölünürlər. Tamam mı? İndi bax. Burada nə yarandı bir dənə? Bərabər yanlı bir üçbucaq var. Çünki yan tərəfləri bir-birinə bərabərdir. O zaman oturacaqdakı bucaqlar da eyni olmalıdır. 60 dərəcəsə burada 60 dərəcə. Üçbucağın daxil bucaqlarının cəmi 180 olduğundan burada 60 dərəcə. 60 dərəcə buradasa qarşılıqlı bucaqlar burada 60 dərəcə. 90 dərəcəm var, 60 dərəcəm varsa düzbucaqlı üçbucaq olduğu üçün burada 30 dərəcə. 30 dərəcə qarşısında duran katet hipotenusun yarısı olduğuna bərabərdir qaydasına görə 4 nəyin yarısıdır 8-in. Demək mənim hipotenusumun uzunluğu 8-dir. Diaqonallar kəsişdiyi zaman yarıya bölündüyü üçün buradan burada 8-dir. Toplam diaqonalımızın uzunluğu B'dir, diaqonalımızın uzunluğu 16 oldu. Diaqonallar eyni olduğu üçün əslində AC diaqonalı ilə BD diaqonalı da eyni olduğuna görə elə AC-nin də uzunluğu 16 olacaq. Düzgün cavabımız 16. 28 nömrəli suala baxaq. Bizə deyir AB'nin uzunluğu 6-ya bərabərdir. Bu uzunluq 6 imiş. Yenə 60 dərəcəni verib. Dedik ki, diaqonallar bir-birinə bərabər olduğuna görə burada 60 dərəcə olacaq. Avtomatik burada 60 dərəcə olacaq. 60-ın qarşılıqlı bucaq olduğu üçün önü də 60 dərəcə olacaq. Və burada neçə dərəcə olacaq? 30 dərəcə olacaq. Düzdür? İndi bax. Bu üçbucaqla, burada yaranan üçbucaqla. Burada yaranan üçbucaq eyni şeydir. Nə fərqi var? Ona görə də bura 60 dərəcəsə, avtomatik burada 60 dərəcə olacaq. Hətta burada 60 dərəcə olacaq. İndi nə isə? Burada 90 dərəcəmiz var. Burada neçə dərəcə qalacaq? 30 dərəcə. İndi bu tərəfdən baxıram. 30 dərəcə qarşısında duran katet hipotenusun yarısı olduğundan 6'nın yarısı bura nə qədər eləyəcək? 3 edəcək. Düzdürmü? Burada çətin bir şey yoxdur, ümid edirəm. İndi hətta istəyirsəniz belə də yaza bilərdik. Bura 60-dırsa, bura 60 olduğu üçün bərabər yanlı bir üçbucaq olduğuna görə burada 6 olacaq. 30 dərəcə qarşısında duran katet hipotenusun yarısı olduğundan bura 3 olacaq. Bizdən OY-ni soruşurdu. OY-nin uzunluğu 3 cm. Düzgün cavab 28'də 3. 29'da nə deyir? İki təpəsi tərəfi 9 olan kvadratın diaqonalı üzərində. O biri təpələr isə həmin kvadratın tərəfləri üzərində yerləşən kvadratın diaqonalını tapın. Bu nə deməkdir? Bir dənə kvadrat çəkəcək. Çəkdiyimiz kvadratdan bir dənə diaqonal çəkəcəm. Mənə deyir ki, bir dənə fiqur var. Onun iki dənə təpəsi tərəfi 9 olan, tərəfi 9 imiş kvadratımızın. Tərəfi 9 olan kvadratın diaqonalı üzərindədir. 2 dənə təpə nöqtəsi götürürəm. Kvadratın diaqonalı üzərində. Deyir, digər təpə nöqtələri, o biri təpələri həmən kvadratın tərəfləri üzərindədir. Başqa bir təpə nöqtələri də götürürəm. Bu da kvadratın tərəfləri üzərində. Olan, yerləşən kvadratın. Burada bir dənə kvadrat yaranacaq. İstəyən bunu istəyir. Şəkil daha yaxşı seçək. Bunu buradan birləşdirək. Bunu da buradan birləşdirək. Bax. Bizə deyir, yerləşən kvadratın diaqonalını tapın. Bu kvadratın, əmələ gələn bu kvadratın diaqonalını tap. Kvadratın diaqonalını tapmaq asandır, taparıq. Gəl hələ biz nə edəcəyik? Kvadratın diaqonalı bucağı yarıya böldüyündən bura 45 dərəcə olacaq. İçəridə yaranan fiqur kvadrat olduğundan buralar düz bucaq olacaq. 45 dərəcə var, 90 dərəcə varsa avtomatik olaraq burada 45 dərəcədir. Gəldik bura. Diaqonal bucağı yarıya böldüyündən 45 dərəcə. Bura 90 dərəcə. O zaman burada 45 dərəcə olacaq. Biz bilməliyik ki, düzbucaqlı üçbucaqda əgər bura 9-dursa, məsələn 9-dursa 45 dərəcə olduğu zaman 9 avtomatik hipotenus 9 kök 2 olmalıdır. İndi bax, mən bura bir A desəm, bərabər yanlı bir üçbucaq yarandığından burada A olacaq. Bu içəridəki kvadrat olduğundan, bütün tərəfləri eyni olduğundan burada A olacaq. Burada A olacaq. Bu da bərabər yanlı olduğundan burada A olacaq. Ümumi bu uzunluğun 9 kök 2 olduğunu bilirəm. Yəni 3 dənə A'mızın 9 kök 2 olduğunu bildiyim halda A'nın qiyməti 3 kök 2 olacaq. Demək A'mız 3 kök 2 isə kvadratımızın tərəfi 3 kök 2'dir. Kvadratımızın tərəfi 3 kök 2'dir. Deyir bunun diaqonalını tapın. İndi yenə düzbucaqlı üçbucaq yarandı.
A kök 2 olmalıdır burada. Yəni 3 kök 2'nin bir də kök 2 qatı olmalıdır. Yəni düzgün cavabımız 12 olacaq 29'da. 30'a baxaq. 2 təpəsi kvadratın diagonal üzərində. Bir dənə kvadrat çəkdim. Bir dənə diagonalı çəkdim. Deyir 2 təpə nöqtəsi kvadratın diagonal üzərində. Yenə həmin sualdır. O biri təpələri tərəflər üzərində yerləşən kvadratın diagonalını tapın deyir. Burada bir dənə kvadrat yaradaq gəlin. Hətta sədəqəl çəkək. Tam da kvadrata oxşamayacaq. Bu buradan çəkin. Şu an indi oxşadı. Dəqiqə. Baxın, hazır çəkdim. 2 dənə təpə nöqtəsi kvadratın diagonalı üzərində, digər təpə nöqtələri kvadratın tərəfləri üzərindəymiş. Deməli, tərəfi 12 imiş kvadratımızın. Tərəfi 12. O zaman 12 ümumi bu uzunluq nə qədər olacaq? 12 kök 2. Dedik ki, bura yarıya 45 dərəcə olduğundan, burada 45 dərəcə olduğundan, mən bura A desəm, burada A olacaq. Avtomatik burada A olacaq. Çünki kvadratın bütün tərəfləri eynidir. Burada A'dır. Avtomatik burada da 45 dərəcə yarandığı üçün düzbucaqlı üçbucaq yarandığından burada A olacaq. Yəni 3 dənə A'mızın qiyməti 12 kök 2 olduğundan A buradan bərabərdir 4 kök 2. Kvadratımızın tərəfi 4 kök 2 və 4 kök 2'dir. Deyir diagonal tap. Biz dedik ki, bu diagonal düzbucaqlı üçbucaq olduğundan 4 kök 2 var. 4 kök 2 varsa burada bunun kök 2 qatı. Yəni 4 kök 2'nin kök 2 qatı 4 vurulsun 2 bərabərdir 8 olacaq. 30 nömrəli sualın düzgün cavabı 8. 31 nömrəli suala baxaq. Bizə deyir BC-nin qiyməti 4 kök altında 6 bölü 3'dür. BAD 60 dərəcədir. BAD. Sonra nə deyir? KCD 15 dərəcədir. KCD bura 15 dərəcədir. CK-nı soruşur bizdən. Yəni burada bir x deyəcəm. Şəkildə göstərilən fiqur rombdur. Romb olduğu üçün bunun bütün tərəfləri eyni olduğundan burada 4 kök altında 6 bölü 3'dürsə, burada 4 kök altında 6 bölü 3 olacaq. 60 dərəcə bura verilibsə, demək ki, bura neçə dərəcə qalacaq? 120 dərəcə. Bura 120 dərəcədirsə, 15 dərəcəm varsa, üçbucağın daxili bucaqlarının cəmi 180 olduğundan bura qalacaq 45 dərəcə. İndi mənə bu x lazım deyil. Bu üçbucaqda sinuslar teoremini tətbiq edirəm. Yəni çox qısa müddətdə biz x'i tapacağıq çox asanlıqla. Sinuslar teoremi necədir? Tərəfimiz x. Onun qarşısındakı bucağın sinusundan nisbəti. Sinus 120'yə nisbəti bərabərdir. Tərəfimiz 4 kök altında 6 bölü 3. Onun qarşısındakı bucağın sinusundan nisbəti. Yəni sinus 45'ə. Sinus 120'də nə alır? Sinus 120'də, uşaqlar bunu öyrənərsiniz, keçəcəm trigonometriya zamanında. Sinus 120'də 2'də kök 3 alır. Sinus 45'də 2'də kök 2 alır. Buradan kök 2'lər gedəcək. 2'lər gedəcək. Çarpaz şəkildə bunlar bir-birinə vuranda 2 vurulsun kök 2 bərabərdir. 4 kök altında 6 bölü 3 vurulsun kök altında 3. Buradan kök altında 2 ilə kök altında 6 gedəcək, kök altında 3 qalacaq. Kökçü köksə vuranda 3 edəcək. 3'lər buradan gedəcək. X'in cavabı 4 qalacaq. Düzgün cavabımız buradan x'i soruşurdu. 4 olacaq. 31 nömrəli sualdır. 32 nömrəli suala baxaq. Bax, bizə deyir CK'nın uzunluğu 3 kök altında 6'dır. Bura 3 kök altında 6'nı qeyd edirəm. BAD 60 dərəcədir. BAD. Bura 60 dərəcədir. O zaman bura neçə dərəcə qalacaq? Avtomatik cəmlər 180 olduğuna görə 120 dərəcə qalmalıdır. Bizə deyir ki, KC'də 15 dərəcədir. Yenə buranı 15 dərəcə veribdir. Yenə bura neçə dərəcə qalacaq? 45 dərəcə bura qalacaq. Sonra nə deyir? Bu hissəni veribdir bu səfər bizə. Bizə BC-ni soruşur. BC tərəfi x desək, əslində burada x-dir. Çünki rombun bütün tərəfi eynidir. Biz x-i tapmalıyıq. İndi bu üçbucaqda gördüyüm bu üçbucaqda sinuslar teoremini tətbiq edəcəm. Tərəf 3 kök altında 6. Tərəfin qarşısındakı bucağın sinusundan nisbəti. Sinus 120'yə böl. Bərabərdir. Tərəf x. Tərəfin qarşısındakı bucağın sinusundan nisbəti. Sinus 45 dərəcə. Burada nə baş verir?
Sinüs 120-də alır 2-də kök 3. Sinüs 45-də alır 2-də kök 2. Buradan 2'lər gedəcək. Çarpaz şəkildə bunlar bir-birinə vuranda kök 3 vurulsun x bərabərdir 3 kök altında 6 vurulsun kök altında 2. Kök 3 ilə kök altında 6 gedəcək, kök altında 2 qalacaq. X də bərabərdir. Kök 2-ni kök 2-yə vuranda 2, 2 dəfə 3'üm 6. Tərəfimizin uzunluğu olacaq 6. Düzgün cavab 6 olacaq 32-də. Gəlin baxaq 33-ə. 33-də belə bir sual verilibdi bizə. Bayaqki sual, buna ait bir dənə sual işləmişdik. B bucağını 120 dərəcə veribdi. Gəlin bura 120 dərəcəni qeyd edək. Sonra deyir ki, AM bərabərdir KC ilə eynidir. Bunlar da 2'də 1 MB-yə bərabərdir. Mən burada AM-ə x desəm, KC də eyni olduğu üçün bu da x olacaq. Gəl hər tərəfi 2'yə vuraq. 2'yə vurduğum zaman bunlar gedəcək MB olacaq. Düzdürmü bu? MB nə qədər oldu? MB 2 dənə AM-dir. Yəni 2 dənə x-dir. MB-miz 2x-dir. Düzdür? Bunu 2x'i də qırmızını yazaq. Rombun bütün tərəfləri eyni olduğundan bu tərəfimiz 3x-dirsə toplam. Bu tərəfdə 3x olmalı. Düzdürmü? Mən buradan yenə deyirəm, paralel bir xətt çəkirəm. Bura 3x-dirsə qarşısı da 3x olar. Burada yaranan figur paralelogram olduğundan qarşı bucaqları eyni olacağına görə burada olacaq 120 dərəcə. Rombun qarşı tərəfləri də eyni olacağından bura x isə avtomatik bura da x deyir. Geriyə qaldı 2x. X-ini vermisənsə bura qaldı 2x. Bizdə MK-nın uzunluğunu verib 3 kök altında 13. İndi nə edirəm? Bu üç bucaqda kosinüslər teoremini tətbiq edirəm. Kosinüslər teoreminizi tətbiq edirik. Dedim ki, 3 kök 13'ün kvadratı bərabərdir. Tərəfin kvadratı toplam digər tərəfin kvadratı çıxılsın 2 vurulsun 2x vurulsun 3x vurulsun kosinüs 120 dərəcə. 3 kök 13'ün kvadratı eləyəcək 9, 9'da 13'ə vuranda 9 dəfə 3'ün 27, 117 bərabərdir. X'in kvadratı 9x kvadratı 10x kvadratı topla. Niyə topla dedim əslində burada? Kosinüs 120'də mənfi 2'də 1 alar. 2'lər buradan gedəcək, mənfi mənfiyə toplamı olacaq 3x'in kvadratı. 117 bərabərdir 13x kvadratına. X kvadratı buradan 9 edəcək. X'in də dəyəri 3 eləyəcək. X'i biz 3 tapdıq, Romun perimetrini soruşur. 3 dəfə 3'üm 9 olduğundan perimetrimiz 4 dənə A'ya bərabərdir. Yəni 4 dənə 9. Cavab eləyəcək 36. 33 nömrəli sualın düzgün cavabı 36 olacaq. 34 nömrəli suala baxaq. Bizə belə bir düzbucaqlı verilibdir. BM-in uzunluğu 2,4'dür. Bura 2,4'ü qeyd elədim. MC'nin uzunluğunu verib 3,2. Burada 3,2'ni qeyd elədim. Bizə düzbucaqlının perimetrini soruşur. Buradan perimetr soruşursa məndən perimetrimiz nə deməkdir? 2 vurulsun A toplam B. Əgər tərəfləri AB desək, perimetrin düsturu budur. Bizə bu tərəflər lazımdır. Pifagor teoreminə görə bu düzbucaqlı şu bucaqda B-ni tapaq. İndi bu B-ni necə tapacaq? Düzbucaqlı şu bucaq deyil bu. Buranı 2,4 verməyib. Mən buranı 24 kimi baxıram. Buranı 32 kimi baxıram. Öz başına buranı nəyə vurdum? 10'a vurdum. Tapdığım cavabdan sonra 10'a böləcəm. İndi 24 32'dən B necə tapılır? 24'ü yazıram 8 vurulsun 3. 32'ni yazıram 8 vurulsun 4. Hər ikisində 8 olduğuna görə 8 yazılır. Daha sonra 3'ə 4'ə Pifagor tapılır 5. Bu da edir 40. Bura 40 oldu düzdür. Amma 10'a vurmuşduq. İndi 10'a böl, yəni 4. Bu uzunluq 4'ə bərabərdir. Bu üsulla tapmağı bilmirsənsə rəy bölməsində bildir. İndi gəldik bura ikinci qaydaya. İkinci tərəfini deyim. Bu düzbucaqlı şu bucaqda düzbucaq təpəsindən hündürlük çəkildiyinə görə h kvadratı bərabər m-in qaydasına görə mən bura bir x desəm 2,4'ün kvadratı bərabərdir 3,2 vurulsun x yazaram. Bu da neçə eləyəcək? 2,4'ün kvadratı yüksəltmək istəmirsənsə bunu 2,4 vurulsun 2,4 yaz.
Bunu da 3/2 vurulsun x yaz bərabərdir. Hər tərəfi vuraram neçəyə? 10'a vursaq sağı da solu da bura 32 olacaq, bura 24 olacaq. 24 ilə 32 8'ə bölünəndə neçə qalacaq? 8'ə bölünsə 3, 8'ə bölünsə 4 qalacaq. 2/4 ilə 4 də ixtisar gedəcək, 0/6 qalacaq. 3'ü 0/6'ya vuranda 1/8 edəcək x. X'in qiyməti 1/8'dir. İndi Pifagor teoreminə görə bu düzbucaqlı bucaqda a-nı tapacağım. A necə tapılır indi? Yenə deyirəm 1/8'i 18 kimi düşün, 2/4'ü 24 kimi düşün. Ona vurdum amma sonra ona böləcəm. 24'ü yazıram 6 vurulsun 4. 18'e 6 vurulsun 3. Hər ikisində 6 olduğu üçün yazılır. 3'ə 4'e Pifagor tapılır 5. 6 dəfə 5'im 30 yazıram. Amma ona vurduğum üçün geri bölürəm 3 elədi. Tərəflərim 3 ilə 4'dür. Yerinə yazacağım 3 üstəgələk 4 vurulsun 2'dən. Cavabım eləyəcək neçə? 14. Perimetr soruşurdu, 14 olacaq. 35 nömrəli suala baxaq. BM'nin uzunluğunu 4/8 veribdir. MC'nin uzunluğunu 6/4 veribdir. Sonra deyir, düzbucağlının perimetrini tapın. Yenə bayaqki kimi 4/8'i 48, bunu 64 kimi görək. 48'i yazıram 16 vurulsun 3. Bunu 16 vurulsun 4 yazıram. Katetlərimdə hər ikisində 16 olduğu üçün bura 16 yazıram. Sanki 16 yoxmuş kimi 3'ə 4'e Pifagor tapıram 5 eləyəcək. Bu da elədir necə? 80. İndi biz 10'a vurduğumuz üçün öz başına, indi 10'a da bölürəm. Demək ki, bura uzunluq 8'ə bərabərdir. 4/8 var, 6/4 var. İndi gəlin h kvadratı m'in qaydasına görə 4/8'in kvadratı bərabərdir 6/4 vurulsun x yazaq. 4/8 demək, kvadrat demək, 4/8'i 4/8'ə vurmaq deməkdir. Hər tərəfi 10'a vursaq 48, bu da edəcək 64. 16'ya ixtisar gedəcək 3 qalacaq, 16'ya ixtisar aparsam 4 qalacaq. 4/8 ilə 4 də gedəcək, 1/2 qalacaq. 3/6 bərabər x olacaq, 3'ü 1/2'ye vuranda. X'in qiyməti 3/6 oldu. İndi bunu da 36 kimi, bunu da 48 kimi görsək. 36 nətər yazaram? 12 vurulsun 3 kimi, bunu 12 vurulsun 4 kimi. Hər ikisində 12 varsa bura yazıram. 3'ə 4'e Pifagoru 5 tapıram. Bura elədi 60. 60 elədi, amma ona vurmuşuq öz başına, ona da bölürəm 6 elədi. Perimetri soruşurdu. 2 vurulsun 8 üstəgələk 6'dan. Bu da edəcək 28. 14 eləyər 28. Bəli. Düzgün cavabımız 28 olacaq. 36 nömrəli sualda deyir ki, rombun diagonallarının kəsişmə nöqtəsindən romb çəkdik. Bunun diagonallarının kəsişmə nöqtəsindən diagonalları çəkim. Diagonalların kəsişmə nöqtəsində tərəfinə indirilmiş perpendikulyar, tərəfə indirilən perpendikulyar bu tərəfi 3'ün 4'ə nisbətində bölür. Mən bu tərəfə 3k, bu tərəfə də nə deyirəm? 4k deyirəm. Rombun diagonalları kəsişən zaman 90 dərəcə olduğunda özüm qeyd edirəm. Bunu mən bilməliyəm. Rombun kiçik diagonalının uzunluğu 28 kök 3'dür. Rombun ümumi bu diagonalının uzunluğu 28 kök 3'dürsə, yarıya bölündüyü üçün bura nə qədər eləyəcək? 14 kök 3. Onun digər diagonalının uzunluğunu soruşur. Burada bir dənə nə yaranır? Düzbucaqlı üçbucaq yaranmayıb. Buna bax. Bu düzbucaqlı üçbucağa görə şagird bilməlidir ki, düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən hündürlük çəkilibsə, mən bura bir a desəm, tərəflərin nisbətinin kvadratı bərabərdir oturacaqların nisbətinə, yəni 4k-nın 3k-ya nisbətinə. Buradan k-lar gedəcək, olacaq a-nın kvadratı bölünsün. 14 kök 3'ün kvadratı eləyəcək 196 vurulsun 3, bərabərdir 4 bölünsün 3'ə. Buradan 3'lər gedəcək, a-nın kvadratı bərabərdir 4 vurulsun 196'ya. Nəyin kvadratı 4 eləyəcək 2'nin, nəyin kvadratı 196'dır 14'ün. A-nı tapdıq 28. Demək bura 28'dirsə, digər diagonalımda, digər tərəfimdə 28 olacaq. Ümumi diagonalımızı soruşduğu üçün düzgün cavabımız 56. Gəlin baxaq 37'yə. Rombun diagonalların kəsişmə nöqtəsindən bir dənə romb çəkək. Diagonalların kəsişmə nöqtəsində yenə həmən sualdan deyəsən 90 dərəcə altında kəsişəcəkmi? Kəsişəcək. Diagonalların kəsişmə nöqtəsindən tərəfə indirilən perpendikulyar
Bu tərəfi 4-ün 5-ə nisbətində bölürmüş. Yəni bura 4K olsun, kiçik olan hissəyə görsənən yerə. Bura 5K deyək. Rombun kiçik diagonalının uzunluğu 36 kök 5'dir. Kiçik diagonal ümumi olarak 36 kök 5 ise yarısı olacak 18 kök altında 5. Böyük diagonal bizden istəyir. Burada mən bir dənə x deyirəm. Yenə düz bucaqlı üç bucaqda düz bucaq təpəsindən hündürlük çəkildiyinə görə x'in 18 kök 5'ə nisbəti amma kvadratı bərabərdir 5k'nın 4k'ya olan nisbətinə. Buradan k'lar gedəcək. Olacaq x'in kvadratı bölünsün. 18'in kvadratı eləyəcək 324 vurulsun. Hətta 18'i kvadratı yüksəltməyək. Elə belə qalsın. Kök 5'in kvadratı 5 bərabərdir 4'də 5'ə. Buradan 18'in kvadratı gərək kvadratı yüksəldək. Eyb yox. 18'in kvadratı eləyəcək 324. 324 ilə 4x'lar gedəcək. Qalacaq 81. X'in kvadratı buradan bərabərdir. Çarpaz bunlar vuranda 25 vurulsun 81'ə. X də buradan bərabərdir. Nəyin kvadratı 25 eləyəcək 5'in? Nəyin kvadratı 81'də 9'u? Düzgün cavab 45 olacaq x'in qiyməti. X'in qiyməti 45 isə burada 45, burada 45. Diagonalın uzunluğunu soruşurdu bizdən. 90 olacaq diagonalımızın uzunluğu. 38 nömrəli suala baxaq. Bizə belə bir kvadrat şəkli verilibdir. AK'nın uzunluğunu 6 veribdir. MD'nin uzunluğu kök 6, 11 kök altında 2'dir. Sonra BK'nın uzunluğunu soruşur. Burada bir dənə nə deyirəm? X deyirəm. Bir də ADM ilə MDC'nin eyni olduğunu deyir. ADM haradır? ADM yəni burayla alfa desək, MDC'nin buranın da alfa olduğunu deyir. Yəni buralar neçə dərəcədir? 45 dərəcə, bir də 45 dərəcə. Biz kvadratda 45'i harda görürdük? Biz kvadratda demişdik ki, diagonal çəkildiyi zaman bucağı yarıya bölər. Yəni bura 45 olar. O zaman mən demək ki, bu xətti uzatsam, bu diagonalın bir parçası imiş. Əslində bu diagonal olacaqmış. Tamam. Buranı özüm başa düşdüm. İndi nə qayıram? Biz belə deyə bilərik gör. Bura 6 üstə gəl x olduğu üçün kvadratın bütün tərəfi eyni olduğundan burada 6 üstə gəl x olacaq. Hətta burada 6 üstə gəl x olacaq. Düzdürmü? İndi bura 45 dərəcə olduğuna görə, burada 45 dərəcə olduğuna görə hətta biz belə bir ağıllı hərəkət eləsək x deməsək bura. Nə deyirəm qəsdən bura? X kök 2 deyirəm qəsdən. Çünki bura x olanda bura nə olacaq? X kök 2 olacaq. Bu belə daha yaxşıdır. X kök 2 oldu, düzdürmü? O zaman tərəf nə oldu? 6 üstə gəl x kök 2. 6 üstə gəl x kök 2. 6 üstə gələk x kök 2. Biz bildik ki, bu düzbucaqlı bir üçbucaqda bərabər yanılır. Bura hər nədirsə, məsələn belə bir şey olsun. Bura 7'dirsə, bura 7'dirsə, bura 7 kök 2 olmur. İndi bura 6 üstə gəl x kök 2'dir. Burada 6 üstə gəl x kök 2'dir. O zaman bu hissə, bu hipotenus deyilən şey 6 üstə gələk x kök 2'nin kök 2 qatı deyil. Bəli. O zaman yazıram ki, bu uzunluq, yəni bu uzunluğun adı nədir? X üstə gələk 11 kök 2. Bu bərabərdir 6 üstə gələk x kök 2'nin kök 2 qatı. Vəssalam. Buradan x üstə gələk 11 kök 2 bərabərdir. 6'nı kök 2'yə vuranda 6 kök 2. Üstəlik kök 2'ni kök 2'yə vuranda bu eləyəcək 2x. 11 kök 2'dən 6 kök 2'ni çıxanda 5 kök 2 bərabərdir. 2x'dən x'i çıxanda x. X'in dəyərini tapdıq. X'in qiyməti nə qədər elədi? 5 kök altında 2. Bizdən nəyi soruşurdu? BK'nı soruşurdu. X'in qiyməti 5 kök 2'dir. X'in yerinə 5 kök 2 yazanda, kök 2'yə də vuranda bura eləyəcək 10 olacaq düzgün cavabımız. 39 nömrəli suala baxaq. Bizə yenə deyəcək, bax ADM MDC-yə bərabərdir. Bax ADM, bura bir alfa desək. MDC-yə bərabərdir, burada alfa olacaq. Yəni 45 dərəcə ilə 45 dərəcə. Biz bunu diagonalda görmüşdük. Ona görə mən bu xətti uzatsam, əslində bu bizim diagonalımız olacaq. Yəni burada olacaq, burada 45 dərəcə.
İndi bizə bura 90 dərəcəni öz veribdir. Bax 90 dərəcəni öz verib. O zaman avtomatik olaraq burada neçə dərəcə olacaq? 45 dərəcə burada olacaq. Mən bura bir x desəm, burada x olduğundan 90'ın qarşısı nə olacaq? X kökü altında 2 olacaq. Heç misal oxumadan həllinə keçsək promoy. AK-nın uzunluğunu bizə 10 veribdir. O zaman kvadratın bütün tərəfi eyni olduğundan bura 10 üstə gələk x kökü 2 olduğundan burada 10 üzərinə gəlməsin. X kökü altında 2 olacaq. Sonra bizə nə veribdir? Başqa MD-ni verib. MD nə qədərdir? 14 kökü altında 2'dir. Bura 10 üstə gəl x kökü 2'dirsə, burada 10 üstə gəl x kökü 2'dir. Burada düzbucaqlı üçbucaq var. Buna baxmağını istəyirəm. Bu düzbucaqlı üçbucaqda tərəfin 10 üstə gəl x kökü 2'dirsə, bax, tərəfin 10 üstə gələk x kökü 2'dirsə, burada 10 üstə gələk x kökü 2'dirsə, burada 10 üstə gələk x kökü 2'nin kök 2 qatı olmalıdır. Qaydamız var çünki düzbucaqlı üçbucaqda. Yəni bu uzunluq x üstə gələk 14 kök 2 bərabər olmalıdır. 10 üzərinə gəlinsin x kök 2'nin kök 2 misli. Buradan x toplam 14 kök 2 bərabərdir. 10'u kök 2'ye vuranda 10 kök 2 üstə gələk kök 2'nin kök 2'ye 2x eləyəcək bura. 2x'dən x çıxanda x bərabərdir. 14 kök 2'dən 10 kök 2'nin çıxanda 4 kök altında 2 x edər. X'in qiyməti 4 kök 2 olduğundan x'in yerinə 4 kök 2 yazaram. Kök 2 qatı da eləyəcək bunun 8. Bizdən soruşurdu BK-nı tap, düzgün cavabımız 8 olacaq. Gəlin baxaq 40 nömrəyə suala. Bizə belə bir sual verilibdir. DY ilə BY ilə DF eynidir və 4'ə bərabərdir. BY ilə DF. Bu uzunluq 4 imiş, bu uzunluq da 4 imiş. O zaman mən bura bir x desəm, bu uzunluqda x olar? Olar. Mən bura bir alfa desəm, çaprazlıqdan burada alfa olacaq. Mən bura bir m desəm, qarşı bucaqlarda eyni olacaq. Sonra, daha doğrusu mən bura alfa desəm, bura alfa olacaq deyə yerini səhv yazdım. Mən bura bir dənə gamma desəm, burada bir dənə gamma olacaq. Fikir versəm, bu üç bucağa baxın. Bu üç bucağın bütün tərəfi alfa m gamma, bu da alfa m gamma. Qarşıdakı tərəfləri də eynidir. Onda bu üçbucaqların elə özləri də eynidir. Bax, bu üçbucaqlar eyni bir üçbucaqdır. Eyni üçbucaq olduğuna görə bunun buradan bu tərəf olan hissəsi, bunun buradan bu tərəf olan hissələr də bərabərdir. Demək, bura tən ortadır. Tamam. Bu bilgi mənə lazım olacaq birazdan. Göstərəcəm sizə niyə. CY-nin uzunluğunu 2 veribdir bizə. Bu uzunluğu 2 veribdir. Bu uzunluqda o zaman 2 olacaq. Düzdür. Tangens AKF-ni soruşur. Tangens AKF. Tangens nə deməkdir? Tangens alfa düzbucaqlı üçbucaqda qarşı katetin bitişik katete olan nisbətinə deyirlər. Yəni A-nın B-yə olan nisbətinə deyirlər. Burada bir düzbucaqlı üçbucaq olmadığı üçün AKF dediyi şey, bax bura alfadır. Buranın tangesini istəyir bizdən. Tangens AKF-ni istəyir. Mən burada bir düzbucaqlı üçbucağı özüm yaradıram. Buradan bir dənə 90 dərəcəni çəkirəm. Diagonal bucağı yarıya böldüyündən bura 45 dərəcə olduğunu bilirəm. Çünki bu bir kvadratdır. Bura 2-dirsə, buralar nəymiş ki kök 2 misli 2 eləyib? Demək ki, buralar kök 2 imiş ki 45 olub kök 2 kök 2 qatı da 2 eləyibdir. Buranın kök 2 olduğunu bildim. İndi tərəfimizin 6 olduğunu bilirəm. Burada 6-dırsa toplam bu diagonal olacaq 6 kök altında 2. Dedim bax, bu yarıya bölündüyü üçün 3 kök altında 2. Avtomatik olarak bu tərəfdə 3 kök altında 2 olmalıdır. Kök 2'sin vermisənsə qalacaq 2 kök altında 2. Vəssalam, tangens alfa nəyə bərabərdir? Qarşı katetin kök 2'nin bitişik katete olan nisbəti 2 kök 2'yə nisbəti. Bunlar ixtisar gedəcək. 1 bölü 2 qalacaq. Düzgün cavabımız 2'də 1. 41-ci suala baxaq. Uşaqlar, bunlar hazır bir qaydalardır ki, bunları yaxşı yadda saxlaya bilərsiniz. Paralelogramın deməli, həm daxilini, həm xaricini çevirib çəkmək olarmı? Xeyr, belə bir şey yoxdur. Niyə? Paralelogram çəksəm, bunun daxilinə çevirə çəkdiyim zaman qarşı tərəflərin cəmi gərək bir-birinə bərabər ola. Belə bir şey yoxdur. Paralelogramın daxilinə çevirə çəkmək olmaz. Xaricini çevirə çəkmək olarmı?
Xaricini çevrə çəkdiyimiz zaman qarşı bucaqların cəmi 180 olacağına görə belə bir şərt var ki, bir dörd bucağının xaricini çevrə çəksənsə, qarşı bucaqların cəmi 180 olmalıdır. Bu da olmayacağına görə xeyr, çəkmək mümkün deyil. Bir səhv oldu. Yəni buna ödəməli. Simmetriya oxu yoxdur. Paralleloqramın simmetriya oxu yoxdur. Bəli. 1-ə uyğun gələcək B variantı. 2-yə baxaq. Düzbucaqlı. Düzbucaqlının 2 dənə simmetriya oxu yoxdur. B-ni onsuz da yazmışıq. Həm daxilinə, həm xaricinə çevrə çəkmək olar. Bu səhvdir. Düzbucaqlının daxilinə çevrə çəkmək mümkün deyil. Sonra 2 simmetriya oxu var. Düzbucaqlının həqiqətən 2 dənə simmetriya oxu var. Çünki bunu ortadan bölsəm, qatdalasam üst-üstə düşərlər. Buradan da böləndə ikisi də eyni olurlar. Qatdalayanda üst-üstə düşürlər. 2 simmetriya oxu var. 2-yə C bəndi uyğun gəldi. Sonra diagonalları perpendikülərdir. Bunu yazdıq, da bu getdi. Diagonallar perpendikülərdir. Xeyr. Düzbucağlının diagonalları perpendikülərdir deyə bir şey deməmişik. Yalnız xaricinə çevrə çəkmək olur. Bəli. Düzbucaqlının yalnız xaricinə çevrə çəkmək olur. Çünki qarşı bucaqların cəmi 180. Sonra 3-ə baxaq. Kvadratın həm daxilinə, həm xaricinə çevrə çəkmək olduğuna görə 3-ə A bəndi. Diagonallar da perpendikülərdir. D bəndi olacaq. Bizə belə bir sual verib uşaqlar. Gəlin baxaq 44-ə. Kvadratın diagonalları uzunluğu 6 kök 2 olan AB parçası üzərində olarsa, AB'nin uzunluğu 6 kök altında 2 imiş. Bunlar kvadrat olduğu üçün bura A desəm, bura da A, o zaman bura A kök altında 2 olacaq. Düzdürmü? Çünki kvadratın diagonalı kök 2 qatı olur tərəfin. Bura B etsə, bura B kök altında 2'dir. Bura C etsə, bura C kök altında 2 olacaq. Düzdür? Bu uzunluq toplam 6 kök 2'dir. Yəni A kök 2, bax A kök altında 2. Üzərinə gəlinsin B kök altında 2. Üstəgəl C kök altında 2. 6 kök altında 2'dir. Hər tərəfi kök 2'yə böləndə A toplam B toplam C'nin 6 olduğunu taparaq. Hər üst kvadratın perimetrlərin cəmini soruşur. Bu kvadratın perimetri 4A'dır. Bu birisi 4B'dir. Bu birisi 4C'dir. 4'ü mötərizə xaricdən çıxardanda A toplam B toplam C'dir. ABC cəmi 6 olduğuna görə 6 dəfə 4'üm 24 olacaq perimetrimizin uzunluğu. Gəlin baxaq 43'ə. Burada yazıcı şifahi tipli suallar deyə burada yazıram. 60 dərəcə olduğu üçün buralar 60 dərəcə şəklində olacaq. Niyə? Çünki kvadratın diagonalları, düzbucağın diagonalları bir-birinə bərabərdir. Bura 60 dərəcədirsə, burada 60 dərəcədir. DF-ni 5 veribdir. Bura 5 veribsə, bura 60 dərəcə qarşısında duran katet. Bu biri katetin köküs qatı olduğu üçün demək ki 60'ın qabışısı verilibsə, geri istənilirsə, bura 5'i kök 3'ə böləcəm. Bura olacaq 5 bölü kök 3. 30 dərəcə qarşısında duran katet. Hipotenusun yarısı olduğundan hipotenus olacaq 2 qatı. 10 bölək kök 3. Bura 10 bölək kök 3 ise burada 10 bölək kök 3'dür. Toplam elədi 20 bölək kök 3. Bunu da irrasionallıqdan azad eləmək üçün kök 3'ə vurub kök 3'ə böləndə olacaq 20 kök 3 bölək 3 düzgün cavabımız. Gəlin baxaq 44 nömrəli suala. Bizə deyir ki, kvadratın perimetrlərin cəmi 24 imiş. Burada nə qədər kvadrat var? 1 dənə, 2, 3, 4 dənə kvadrat var, düzdürmü? Bunların perimetrlərin cəmi 24'dür. Əgər kvadratın tərəfi A-dırsa bu kvadratın, digər kvadratın tərəfi B-dirsə, digərinki C-dirsə, digərinki D-dirsə, bunun 4 dənə birincinin 4 dənə tərəfi nə olacaq? A şəklində olmaz. Yəni birincinin perimetri P1 olacaq 4A, ikincinin perimetri 4B, üçüncünün perimetri 4C, dördüncünün perimetri 4 dedi. Bunların toplam cəmi 4A, 4B, toplam 4C, bir də toplam 4D. Bunların perimetrlərin cəmi 24'dür. Hər tərəfi 4'ə bölsək, buradan A toplam B toplam C toplam D isə 6 edəcək. Düzdür? Mənə deyir ki, birinci və dördüncü kvadratların perimetrlərin cəmi birincinin perimetri ilə, yəni 4A ilə üçüncünün perimetrinin cəmi ikinci və üçüncü kvadratın birinci ilə dördüncü, üzr istəyirəm, dördüncü 4D'dir. Bunların cəmi ikinci və üçüncü kvadratın perimetrlərin cəminə bərabərdir. Yəni 4B ilə 4C'nin cəminə bərabərdir. Hər tərəfi 4'ə bölsək,
A ilə D-nin cəmi B ilə C-nin cəminə bərabərdir. O zaman buradan belə bir şey almışıq. Bu saxlayıb əlimizdə dursun. Bizə nəyə sorsa ona bir dənə baxaq. İkinci və üçüncü kvadratın ikinci kvadratımız budur. Bir dəqiqə. İkinci kvadratımızın bir də üçüncü kvadratın diagonalların cəmi. Birinci kvadratın diagonalı, ikinci kvadratın diagonalı nə olacaq? B kök 2. Çünki B kök 2'dir. Sonra deyir ki, üçüncü kvadratın C ise burada C kök 2. Bunun diagonalların cəmini istəyir. Yəni B kök 2 toplam C kök 2 istəyir. Kök 2'ni mötərizə xaricdən çıxardığında B üstə gələk C qalacaq. İndi mən nə edəcəm? A ilə D'nin cəmi B ilə C'nin cəmi deyil. A ilə D'nin cəminin yerinə B üstə gələk C yazıram. B üstə gələk C'nin üstünə bir də B üstə gələk C yazanda nə olacaq? Olacaq 2 dənə B üstə gələk 2 dənə C 6 edəcək. Düzdürmü? Bax, A ilə D'nin yerinə, cəminin yerinə. Bunların yerinə B üstə gələk C yazıram. B burada var. Bir dənə də B olacaq 2B, 2C 6'dır. Buradan B ilə C'nin cəmi nə qədər edəcək? 3. Hər tərəfi 2'yə böldüm. B ilə C'nin cəmi 3 isə olacaq cavabımız 3 kök 2. 44 nömrəli sualın düzgün cavabı 3 kök altında 2 olacaq. 45 nömrəli suala gəlin baxaq. 45 nömrəli sualın yazma üsulları çoxdur. Mən ilk ağla gələn yol deyəcəm ki, şagirdin məsələn ola bilər çox gözəl yollar, amma ilk ağlımıza gəlməyəcəksə o gözəl yolun gözəlliyi gedəcək də. Ona görə biz ağlımıza ilk nə gəlir, mənim nə gəlir onu deyəcəm sizə. Perimetri 12 olan ABCD düzbucaqlısının kafi parçası 2 kongruent düzbucaqlıya deyib bölünmüşdür. Burada bölünən 2 dənə düzbucaqlı var. Bunlar kongruent. Yəni demək istəyir ki, bax bu düzbucaqlı ilə bu düzbucaqlı eynidir. Bax bunu nəzərdə tutur. O zaman nə edərəm? Bax. Bura bir A desəm, bura A desəm, bura bir B desəm, bura bir B desəm, yəqin ki bir problemi olmaz. Perimetrim ümumi olaraq 12'dirsə əgər, yəni 2 vurulsun, tərəfim 2A, üstə gəlinsin digər tərəfim 2B bərabər 12 olacaqsa, buradan 12 ilə 2 gedər 6 qalar. Hər tərəfi bir də 2'yə böləndə A ilə B'nin cəmi nə qədər olacaq? 3 olacaq. Buradan A ilə B'nin toplam cəmini 3 tapıram. Baxın perimetr 12'dir da. A bura, A bura, B bura, B bura yazanda 4 dənə B, 4 dənə A toplayanda o şəkildə eləyəcək. A ilə B'nin cəmini sən də 3 taparsan. Şərtdə bizə deyir ki, bu şərtdə baxın, deyir MN orta xəttdir. MN orta xəttisə tən ortadan yarıya bölüb. Ona görə mən bura AA yazdım. Heç bunda deməyi unutdum. BF ilə FC'nin cəmi 6'dır deyir. BF ilə FC'nin. BF buradan buradır. FC buradan buradır. Bunların cəmi 6 imiş. İndi hərəsinə nə qədər düşəcək? 300. Hardan bildim? Çünki deyir ki, 2 dənə figurum ikisi də eynidir, kongruentdir. Ona görə hər şeyləri eyni olacaq. O zaman bu uzunluq olacaq 3. Gör nə edəcəm? Pifagor teoreminə görə bu düzbucaqlı üçbucaqda Pifagor teoremini tətbiq eləyəcəm. 90 dərəcə. 2A'nın kvadratı toplam B'nin kvadratı bərabərdir. 3'ün kvadratı 9'a. Olacaq 4A'nın kvadratı üzərinə gəlinsin B'nin kvadratı 9'a bərabərdir. Düzdür? Burada A'nı və yaxud da B'ni əvəz edib aparıb burada yerinə də yaza bilərik. Yəni, ən təmiz yol o olar əslində. A'nı B'ni əvəz edib yerinə yazarıq. Amma rəqəmlər çox qəşəng alınır deyə, yəni əslində bu əslin yolunu deyim də, hər zaman ödəyən yolu. Buradan A-nı əvəz edirəm ya da B-ni. B-ni əvəz edirəm, A çıxaq 3 deməkdə. Düzdürmü buradan B? B-nin yerinə həmən bu A çıxaq 3 yazıram. A çıxaq 3'ün mötərizə kvadratı. Bu da 4A'nın kvadratıdır. Bu deyilib 9. Ya Allah, 4A'nın kvadratı üstə gələk. A'nın kvadratı çıxılsın. Birinci ilə ikincinin hasilinin 2 qatı üstə gələk 9 bərabər 9'a. Buradan 9'lara gedəcək. 4A'nın kvadratından 1A'nın kvadratını toplayanda 5A'nın kvadratı, mənfi 6A'nı sağa göndərəndə müsbət 6A. Buradan A'lar gedəcək. 5A bərabər 6 olacaq. A'nın da qiyməti 6'nı 5'ə böləndə 1/2 olacaq. A'nın qiymətini 1/2'ni tapdım. Məndən MN'i soruşur. A 1/2 isə B neçə olacaq? Vay. Burada bir dəqiqə səhvə yol yedik bəlkə. Burada çox üzr sayın. B'ni tapanda 3 minus A deyil.
3 minus A'dır burada. Bəli, burada silin bir dəqiqə. B'nin yerinə 3 minus A. Çünki cavab mənfi alınır. Oldu 4A'nın kvadratı. Üstə gələk 9 çıxılsın 6A. Üstə gələk A'nın kvadratı bərabərdir 9A. Buradan 9'lar gedər. 5A'nın kvadratı bərabər mənfi 6A'nı sağa göndərəndə 6A. Bunlar da ixtisar olacaq. 5A bərabər 6A. A elədi 1/2. A'nı 1/2 tapdıq. Aparaq bir yerinə yazsaq. B də olacaq neçə? 3'dən çıxanda 1/2'ni cavab eləyəcək 1/8. B'nin cavabını 1/8 tapdıq. B buradır. 1/8. İndi bu da üçbucağın orta xətti olduğuna görə yarıya bölünüb neçə olacaq? 0/9. Məndən M'nin uzunluğunu soruşurdu yəqin ki, M'in parçası 0/9 olacaq. Gəlin baxaq 46 nömrəli suala. Tərəfi 12 cm olan rombun tərəfi nə qədər imiş? 12 cm. O zaman bütün tərəfin uzunluğu 12 cm. İti bucağı 60 dərəcədir. Bura yazıram 60 dərəcə. Deyir, onun B körbucaq təpəsindən BN və BN hündürlükləri çəkilmişdir. Rombun hündürlükləri bir-birinə bərabərdir. Bunu unutma. Bu tərəflə bu tərəf bir-birinə bərabər olacaq. Çünki hər ikisi hündürlükdür. Bura 60 dərəcə isə avtomatik olaraq bura 30 dərəcə olacaq. 30 dərəcə qarşısında duran katet hipotenusun yarısı olduğundan 12'nin yarısı bu uzunluq 6'ya bərabərdir. Eynən bura 12 olduğu üçün burada 12 olacaq. Burada 60 dərəcə olacaq. Burada 30 dərəcə olacaq. 30'un qarşısındakı bu tərəf hipotenusun yarısı olduğundan bu uzunluq da nəyə bərabərdir? 6 olacaq. İndi bizə buralar əsas lazım deyil. Çox güman ki 60 dərəcə qarşısında duran katet. Bu biri katetin kök 3 misli olduğundan bura olacaq 6 kök altında 3. Bunlar da bir-birinə bərabər olduğu üçün burada 6 kök altında 3 olacaq. Əlavə olaraq mən bilirəm ki, rombun diagonalı bucağı yarıya böldüyündən mən bura bir alfa desəm, bura 30 üstə gələk alfa olduğundan burada 30 üstə gələk alfa olmalıdır. 30'larım var, ona görə də bura çatışmır alfa. İndi burada nə baş verdi? Bu bir bərabər yanlı üçbucaqdır. Hardan bilirəm? Xəttləri qoymuşam. Bax, bərabər olduqlarına dair. Bərabər yanlı üçbucaqda təpədən çəkilən hündürlük həm median, həm tənbölən sayılmırdı. Təpədən bir dənə tənbölən çəkmişik. Baxın, bucaqlar yarıya bölünüb tənbölən. O zaman bu həm hündürlük, həm də mediandır. İndi rombda bir də bir şey deyim. Rombda bu bucaqların cəmi 180 dərəcə elədiyini yəqin ki bilirsən. İndi 60'ım var. 180 eləmək üçün 30 da gəldin 90. 30 da gəldin 120. İndi 180 olmaq üçün bu bucaq neçə dərəcə eləməlidir? Bax, bu bucaq 60 dərəcədir ümumi olaraq. 60 dərəcə olmalıdır ki, 60 dərəcə olduğu zaman bunların cəmi 180 dərəcə edir. 60 da yarıya bölünüb 30-30 düşüb. 30 dərəcə qarşısında duran katet hipotenusun yarısı olduğundan hipotenusumuz 6 kök 3'dür, yarısı 3 kök 3'dür. O zaman burada 3 kök 3'dür. Hələ bura 60 dərəcə olacaq, çünki 90'ım var. 60 dərəcə qarşısında duran katet, bu biri katetin kök 3 misli olduğundan 3 kök 3'ün kök 3 qatı, bu da eləyəcək 9. Mənə deyir ki, bu diagonalın üçbucağın daxilində qalan hissəsinin uzunluğunu tap, 9 tapmış olduq. Deməli, beləliklə 46 nömrəli sualın düzgün cavabı 9 cm olacaq. Ümid edirəm qaranlıq qalan bir yer qalmadı. Əgər video sizlər üçün faydalı oldusa, rəy bölməsində bildirməyi unutmayın. Sağ olun, salamat qalın. Növbəti videoda görüşənədək.